Yox. Saruçkanın, valla qızlar, orada gözlüyüm bir də görüm onlar buradadırsa deyim salam yazsınlar. Yox, yoxdular burada, xoşardım onları sizə. Adı nədir mağazanın? Kol C ilə, Kol Lady. Keçən dəfə mənə dedilər burun həkimin kimdir, dedim Natiq Qarayev. Gedib nə qədər yazırlar, Natiq Qarayev, gəlir deyir ki, paxıl, Natiq Qarayev deyirsən, yalandan deyirsən. Deyirəm ki, Natiq Q yox, C yaz, Qarayev, elə gələcək. Gələndən sonra gəl, bağışlayın Nərmin xanım, haqqınıza girdim. Dedim, heç nə olmaz. Nərmin yaxşı qızdır, canımsız, çox sağ olun. Dişimdə implant var qızlar. Arxaya gedir. Düzəlir. Arxaya, ay sağ olun, baxın. Kolleydi. Yazırsınız orada 16 millik səhv et. Mən onlarla işləyirdim də 3 ayda. Prosta mənim öz problemlərimlə bağlı əməkdaşlığı bitirmişik. Amma var yenə də. Gedə bilərsiniz, ala bilərsiniz. Yəni mən bu gün orayla işləmirəm. Bu o demək deyil ki, mən üzərindəkilərə hardan almışamsa onu deməməli deyiləm. Çünki mən bugünkü gündə nə olsun ki, indi necə deyim, bir yayımçı deyiləm. Mən TikTok'da oyun oynamıram ki, siz mən bu günləri tıkladınız, hədiyyə atdınız, o deməkdir ki, mən sizin suallarınızı cavabsız və yaxud da cavablı buraxım. Xeyr, mən ümumiyyətlə elə şey sevmirəm. Bugünkü gündə mən həmişə yaxşı bir şeyləri təqdim eləmək istəmişəm. Düzdür, səhvlərim olub. İnsan odur ki, səhvdən nəticə çıxardıb, bugün o düz yolu getməkdir. Şükür bugünkü günümə. Neydən hara gəldim, çox danışdım yenə də. Siz yazırsınız, kolleci girirsiniz orada, deyirsiniz ki, Nərminin kombinindən istəyirəm. Qızlar, endirib, orada bahalı geyim yoxdur. Bahalı insanın özü olsun, vicdanı, əqidəsi olsun. Valla mən o qədər bahalı insanlar tanıyıram ki, ucuz geyim geyinirlər. Mən o qədər ucuz insanlar tanıyıram ki, bahalı geyinsələr də ucuz ki, ucuzdular. Mən sizə o gözəl, təravətli, baxımlı olmağı arzulayıram. Geyim boş şeydir, valla. Bu tutmayın 25-30 manat qiyməti var. Hə, bunlar başa 20 manat olur. Məndə də bunun mavi rəngindən var. Ucuz, orada baha geyim yoxdur. Çox qəşəng. Necə kökəlmişsiniz? 57 kilo olmuşam qızlar, çox yox. Çox sağ olun. Təşəkkürlər var olun. Yazırıq çıxmır. Mümkün deyil xanım, ola bilməz ki, çıxmayasan. Dişinə nə olub? Mən dişimə implant əkdirmişəm. Gözələcək inşallah. Gözəl oldun. Gözəl günün olsun ürəyim. Allah sənin də həyatı və hər zaman gözəl eləsin. Vay vay, gör kimlər ağıl verir. Yo, əzizim, mən belə pis androloq deyiləm, uroloq deyiləm, psixoloq deyiləm, ürək həkimi deyiləm, mama ginekoloq deyiləm, nə bilim, psixi həkim deyiləm ki, sənə məsləhət verəm. Nəylə kökəlmişsiniz? Mən heç nə yemişəm qızlar. Yox, mən ürəyimdə problem var, mənə olmaz nəylənsə. Mən çay içdim, döyüntüm çoxaldı, dərman atdım, pis oldum, digər dərmanlardan, çaylardan istifadə elədim, gəlmirəm. Bu da bizim salonumuzun dəyərli, əziz. Sabah doğum günüdür. Sabah doğum günüdür. Hamı yazsın ki, Nuruş 100 yaşa. Nuruş, Nurayna xanım, siz neylədiniz bugün mənə? Zəhmət olmasa haqqında məlumat verin. Özü çox utancaq qızdır. Pirsingini, qaşlarını bizim Nurayna mənim qaş... Ay qız, bu günləri biz sənin en çoxlu qaşlarımı soruşurlar. Qaşlarımı almışsam ona görə. Qaşı alıb Nurayna mənim üçün. Hamı da soruşur ki, bir də bunu dəyişdi, dermamızı yenilədik. Sabah onlar günüdür. Nuruş 100 yaşa. Nuruş 100 yaşa. Ünvanımız Neftçilərdə yerləşir. Eyşən Süleymanov küçəsi 49-da, Nazlı Sarayın Gəl arxasında. izləyicilərimin qədrini bil. Görsən, bütün çat səni təbrik edir. Nə gözəl salondur, çox qəşəngdir. Qızlar, mən sizlə sağollaşacağım, amma 3 dəqiqə sizə salonumuzun ətrafını təqdim edəcəm. Ondan sonra sizlə sağollaşacağım. Kapital əmlaka bu arada gedin takip atın. Evə ehtiyacı olanlar, ipoteka ilə ev alanlar, əlinizdə 50.000 pulunuz var, gedib dağıtmayın. Mənə zəng vurun, sizə o civarda evdə tapın. Bəli, deyirəm. Şirkətdir, yoxsa nəqlidir, yoxsa belə kredit falan verirlər? Özün, bu sənin evin var, gəlirəm çəkirəm. Sən əmlak sahibisən də deyirsən ki, mənim evim ipotekaya yararlıdır. Mən təklif edirəm ki, ipotekaya yararsızdır. Evin alqı satqısı. Bəli. Çox sağ olun, öpürəm sizi qızlar. Amma söndürün, çıxmayın yayından. Mən sizə burada təzə şey gəlinlik paltarları onları göstərəcəm. Səndə də 1000 nəfərdir, məndə də 1300 nəfər. Gedək də paltarları göstərək də. Hadi gidelim. Salonumuzun